Mən nə üçün varam? İnsan həyata nə üçün gəlir? Həyat nə üçün mövcuddur? Sualı bəşəriyyət mövcud olandan hər kəsi maraqlandırmışdır. İnsan haqlı olaraq soruşur. Mən nə üçün varam? Nə üçün bu dünyaya gəlmişəm? Var olmağımın məqsədi nədir? Mən hansı məqsədə xidmət üçün var edilmişəm? İnsan bu suala həmişə cavab axtarır. İnsanın varlığının mənası bundan ibarətdir. Həyatda məna axtarışı. İnsan həyatda məna axtarışına çıxan yeganə varlıqdır. Əlbəttə ki, bu sual onu maraqlandırır. Çünki nə üçün var olma sualına verilən cavab onun həyatının qayəsini təşkil edir. Etiraf etməliyik ki, insana baxışda iki mövqe, yəni teist və ateist mövqelər bu suala fərqli-fərqli cavabları verir. Ateist nöqteyi nəzər insana deyir: sən cansız materiya, zaman və təsadüfün məhsulusan ey insanoğlu. Təsadüfən var olmusan və sənin var olmağın heç bir ali məqsədə xidmət etmir. Və sən ümumiyyətlə həyatda hansısa ali qayəyə xidmət etmək üçün mövcud deyilsən. Təsadüfən yarandığın kimi labüd şəkildə də ölüb gedəcəksən və yox olacaqsan. Sən bir yox idin, təsadüfən meydana çıxdın və əbədi olaraq yox olacaqsan. Əlbəttə ki, bu cür yanaşma onsuz da cavab axtarışında olan insanoğlunun istirabını artırır. İnsan bu cavabı eşitdiyində daha çox məyus olur. Ümidsizliyə düşür. Yəni, ateist nöqteyi nəzər bu suala cavab tapa bilmir. Çünki ateist nöqteyi nəzərə görə insanın var olmağı, dünyanın var olmağı heç bir məqsədə xidmət etmir. Bu cür negativ yanaşması ilə ateizm insanı onun həyatına məna qatacaq bir cavabdan məhrum buraxır. Ateizm özü ilə bu məsələdə ümidsizlik gətirir, istirab gətirir, məchulluq gətirir. Teist nöqteyi nəzərə görə isə bu sualın aydın cavabı vardır. Teist nöqteyi nəzər insanın təsadüfən var olmadığını müdafiə edir. Teist nöqteyi nəzər deyir ki, insan təsadüfən meydana çıxmamışdır. Onun yaradıcısı vardır. Və bu yaradıcı insanı ali məqsədə xidmət etsin deyə yaratmışdır. Yəni, teist nöqteyi nəzər insan nə üçün mövcuddur sualına aydın cavab verir. Bilirsinizmi, Allahı hesaba qatmadan biz həyatımızda nəyə xidmət etməliyik sualına bizi, ruhumuzu, düşüncələrimizi qane edəcək cavabı tapa bilmərik. Biz cavab axtarırıq və bu cavab ilahi kəlamda mövcuddur. Biz Rəbbin yer üzündəki varisi olmaq üçün yaradılmışıq. Biz varisik. Allah bizi özünün mənəvi obrazında yaratmışdır. Allah istəyir ki, biz əxlaqi, mənəvi varlıq olduğumuzu yaşadığımız müddətcə isbatlayaq. Həyatın mənası da bundadır. İnsan bunun üçün vardır. İnsan Allah üçün vardır. İnsan
mənəvi varlıq olmağını isbatlamaq üçün vardır. İnsan yer üzündə Allahın varisi olmaq üçün vardır. Mənəvi cəhətdən özümüzü isbatlamaq üçün, Allahın varisi olduğumuzu isbatlamaq üçün biz yaxşını, xeyri təmsil etməliyik. Yəni bizim həyatımız bütünlükdə xeyrə və yaxşılığa xidmət etməlidir. Ən ali məqsəd budur. İnsan yaxşıya xidmət etməklə, xeyrə xidmət etməklə həyatını mənalı hala gətirir. Deməli, yaxşı insan olmaq, deməli, yaxşını yaşatmaq, xeyri təbliğ etmək, yer üzünü xeyir və yaxşının hakim olduğu bir məkana çevirmək, budur həyatdakı əsas məqsəd. Əlbəttə ki, bu məqsədə çatmağımız üçün biz hardan gəldiyimizi, bu vəzifənin bizə kim tərəfindən tapşırıldığını əsla nəzərdən qaçırmamalıyıq. Biz Allahla bağımızı kəsəriksə, Allahı hesaba qatmarıqsa, əsla və əsla mənasızlıq boşluğundan xilas ola bilmərik. Allah yoxdursa, heç bir məna yoxdur. Deyərlər ki, Allaha inanmayanlar məyər mənalı həyat yaşamırlar? Məyər onlar üçün həyat mənalı deyil? Bilirsinizmi, istər-istəməz biz insan olaraq özümüzü nə ilənsə məşğul edirik. Biz məşğuluq sadəcə olaraq. Amma Allaha inanmayan insana desək ki, bax, bütün bunlar sənin ölümünlə başa çatacaq və sən əbədi olaraq yox olacaqsan və əgər sən əbədi olaraq yox olacaqsansa, bu etdiklərinin bir mənası qalırmı? Görəcəyik ki, o kədərlənəcəkdir. Çünki mütləq surətdə yox olmaq, unudulmaq insanda stresə səbəb olan haldır. İnsan yox olmaq istəmir. İnsan unudulmaq istəmir. İnsan həmişə var olmaq istəyir. Teist nöqteyi nəzərə görə insan ölümlə yox olmur. Ölüm bir keçiddir. Ölüm Allahla insan arasında keçid rolunu oynayır. Son olaraq biz Allah'a hesaba qatdığımızda Allah vardır, ölüm vardır, həyat vardır. Həyat başlanğıcdır, ölüm ortadır, Allah sondur. İnsan başa düşür ki, Allah'tan gəlmişdir, həyatını yaşamalıdır və Allaha sarı getməlidir. Çünki ona tapşırılan missiyanı, vəzifəni necə həyata keçirilməsinə dair ilahi dərgahda hesaba çəkiləcəkdir. Bu insan həyatına daha çox məna qatır. Amma ateist nöqteyi nəzərə görə həyat var, ölüm var. Həyat ölümün fonunda mənasızdır. Elə isə hər şey mənasızdır. Buna görə insanoğlu özünü məşğul etməlidir. Ölümün fonunda həyatın mənasız olmağı, heç bir ali məqsədə xidmət etməməyi, təəssüf ki, ateist nöqteyi nəzərləri, materialist nöqteyi nəzərləri müdafiə edən bütün filosofları, mütəfəkkirləri düşündürür və onlar bu suala cavab tapa bilmirlər. Və buna görə də kosmik yetim, insanlar ümidsizdirlər, insanlar çarəsizdirlər kimi qeydlərlə kifayətlənirlər. Bəli, biz bu həyatda ali bir məqsədə xidmət etmək üçün mövcuduq. Allah istəyir ki, biz əxlaqlı insan olduğumuzu isbatlayaq. Allah istəyir ki, biz xeyrə xidmət edək. Allah istəyir ki, biz yer üzünü xeyrin hakim olduğu bir cənnətə çevirək.
bir məkana çevirək. Və son nəticədə biz Allah tərəfindən mükafatlandırılacağıq. Allahdan gəlmişik, Allah üçün yaşamalıyıq, Allaha da qayıdacağıq. İnsan varlığının mahiyyətini açıqlayan ən sadə düsturdur bu. Allaha əmanət olun.